Hər dəfə gözəllik yarışmalarını izləyəndə məni belə bir sual düşündürürdü. Görəsən, gözəllik yarışmalarında hansı əsas şərt qələbə qazandırır? Düzünü deyim ki, müəyyən zamana qədər mənim gözəllik yarışmalarına olan münasibətim bir mənalı deyildi. Amma Çində keçirilən Dünya Gözəlliyi 2007 və bu yaxınlarda baş tutan Beynəlxalq Gözəllik və Model Festivalı 2009 kimi nəhəng gözəllik müsabiqələrini əvvəldən axıradək izlədikdən sonra mənim bu məsələyə olan münasibətim dəyişdi və münasibətimin dəyişməyi ümumilikdə gözəllik haqqında olan düşüncələrimə də öz təsirini göstərdi. Çində olarkən təkcə moda festivalını deyil, eyni zamanda bu ölkənin keçmişini və bugününü birləşdirən dəyərlərini də müşahidə edə bildik. Beləliklə, Çində görüb eşitdiklərimizi biz Azərbaycan televiziyasının tamaşaçıları da paylaşmaq istəyirik. Salam Azərbaycan. Salam Azərbaycan. Salam Azərbaycan. Salam Azərbaycan. Salam Azərbaycan. Salam Azərbaycan. Bu eski asırı şarkıları. Na 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 nay na 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 nay na 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 nay na 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 Sari geldi. Mua. Müsabiqəyə Çinin paytaxtı Pekin şəhərindən start verildi. Biz Pekinə çatan kimi hər gün minlərlə insanın ziyarət etdiyi, qədim Çin tarixinin bir parçası Pekinin isə ürəyi hesab edilən İmperator Sarayını ziyarət etdik. İmperator Sarayı 1406-1420-ci illər arasında inşa edilib və 9999 otaqdan ibarətdir. Qədim Çin fəlsəfəsinə görə Səma İmperatorunun 9999 otağı olduğu halda nə üçün yer imperatorunun bu qədər otağı olmasın deyə düşünən imperator bu sadə tikilinin yerləşə biləcəyi böyük əraziyə malik saray tikdirmək qərarına gəlir. Min və Sin sülalələrinin 24 imperatoru Çini bu saraydan idarə ediblər. İmperator zamanında sarayda 10 minə yaxın insan yaşayıb. Bura daxil olmaq sıravi insanlara qadağan edildiyinə görə ərazi xalq tərəfindən qadağan şəhər adlandırılıb. Uzunluğu 3500, hündürlüyü isə 10 metr olan hasarla əhatə edilmiş qadağan şəhər bir neçə saray pavilyonlarından və yaşayış komplekslərindən ibarətdir. Hazırda İmperator Sarayı zəngin ekspozisiyalara malik muzey kimi fəaliyyət göstərir. Sarayın bütün tikilləri ümumi memarlıq qanununa tabedir. Saray kompleksi iki yerə bölünür: xarici palata və daxili palata. Xarici palatada imperator ölkənin daxili və xarici işləri ilə məşğul olub. Daxili palatada imperatorun istirahət otaqları və imperator ailəsinin yaşayış evləri yerləşirdi. Xarici palata imperatorluq rəmzi hesab edilən qızıl əjdahalarla, daxili palata isə həm əjdaha, həm də imperatrisanın rəmzi hesab edilən əfsanəvi Simurq quşu ilə bəzədilib. Qadağan olunmuş şəhər Çin memarlığının mükəmməl nümunəsi olmaqla çoxsaylı körpüləri, fontanları, çardaq və kiçik bağları ilə maraq doğurur. Qədim Çin fəlsəfəsinə görə də gözəllik nisbidir. Yəni o, şəraitə, zamana və zövqə görə dəyişə bilər. Gözəl hesab etdiyiniz biri bir gün gözünüzə çirkin də görünə bilər. Və yaxud da sizin gözəllik haqqında olan düşüncələriniz başqası üçün bayağı görünər. Amma
Bugünkü gözəllik gözəl edən fərqli şeylərdir. Bunlar gözəl sima, effektli makiyaj, aksesuarlar, dəbli libaslarla yanaşı həm də cazibə, davranış, intellekt, ağıl, səmimilik, özünə əminlik, şirinlik və kübarlıqdır. Beynəlxalq gözəllik yarışmalarında gözəli qalib edən məhz bu xüsusiyyətlərdir. Sizə əvvəlcədən müsabiqənin əsas sirrini açsam da, hansı gözəl bu xüsusiyyətlərə malik olduğunu, kimin müsabiqənin birincisi olduğunu hələ deməyəcəm. Bizi izləməklə müsabiqəyə qatılan qızların hər birinin xoşa gəlimli xarici görünüşə malik olduğunu görəcəksiniz. Amma qalib şəxs bir çox keyfiyyətlərinə görə seçiləcək. Müsabiqəyə qatılan iştirakçıların hər biri əslində bu yarışmanın şəxsi keyfiyyətlər yarışması olduğunu yaxşı bilir və hamı ilk gündən özünü maksimum səmimi və ağıllı göstərməyə çalışır. Amma rəqabət tezliklə zəifi güclüdən, təbii rəftarı isə süni davranışlardan ayıra bilir. Salam Azerbaijan, my name is Tanya and I'm representing Singapore. Burada hər bir qız birinci yeri arzulayır və bütün qızlar birinci yerə layiqdirlər. Mənim 21 yaşım var və mən kütləvi informasiya vasitələri və marketinq üzrə magistr dərəcəsini bitirmək üzrəyəm. Nə qədər mümkündür, o qədər model peşəsini davam etdirməyə çalışacağam. Çünki bu mənə pul qazanmaq, səyahət etmək və maraqlı insanlarla tanış olmaq imkanı verir. Salam Azərbaycan. My name is Banata Ababa. 19 yaşım var. Mən öz ölkəmdə Xarici Dillər Universitetində təhsil alıram. Biz indi gözəllik otağındayıq. Bir saatdan sonra burada bizim böyük yarışmamız baş tutacaq. Qələbə çalacağıma əmin deyiləm, amma ümid edirəm. Mənim hobbim üzmək, rəqs etmək və səyahət etməkdir. Eu tenho tanto pra lhe falar, mas com palavras não sei dizer como é grande o meu amor por você. La 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 la, la 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 la, la 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 la, la 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 la, sorry gelli. Bye bye. Azərbaycanı bu yarışmada Anastasiya Şaulova adlı 21 yaşlı gözəl təmsil edirdi. Bu konkursda mən Azərbaycanı təmsil edirəm. Mənim 21 yaşım var. Hal-hazırda mən Dövlət İdarəçilik Akademiyasında oxuyuram. Bu mənim birinci iştirak etdiyim beynəlxalq müsabiqədir. Elə fikirləşirəm ki, hər bir adam özünə inanmalıdır və bütün qızlar bu birinci yerinə layiqdirlər. Mən də desəm, mən də layiqəm. Məncə belə müsabiqələrdə gözəllikdən başqa peşəkarlıq, uğur, şans, bir də səbir qalib gəlir. Gözəllik müsabiqəsinin əsas məqsədi müsabiqənin birinci gözəlini seçməkdir. Amma o, buz kraliçası kimi soyuq, qəddar, qaşqabaqlı, hikkəli və özündən razı olmamalıdır. Əksinə, gözəlin daxili cazibəsi, davranışı, ağılı və intellekti onu qalib edə biləcək əsas keyfiyyətlərdir. Adi həyatda da gördüyünüz kimi, gözəllik başqa da cazibə başqa. Cazibəli qadınların içində elə bir işıq yanır ki, hamı bu işığı sevir. Cazibə gözəllikdən daha üstündür. Bu artıq şəxsi keyfiyyətlər siyahısına daxil olan xüsusiyyətlərdir. Davranış gözəli ya müsabiqənin kraliçası, ya da uğursuz iştirakçısı edə bilər. Gözəlin üzündə bütün hallarda xoş təbəssüm çox vacibdir.
Salam Azərbaycan. Меня зовут Ольга. Burada olmaqdan və öz gözəl ölkəmi təmsil etməkdən çox fəxr edirəm. Ölkəmə döndükdən bir həftə sonra 18 yaşım tamam olacaq. Mən hüquq fakültəsinin 1-ci kurs tələbəsiyəm. Gələcək peşəm hüquqşünas, vəkil, dəftərxana müdiri ola bilər. Hələ seçməmişəm. Əgər model karyerası çox uğurlu gedərsə və bunun məndə yaxşı alındığını görsəm, onda model karyeramı davam etdirə bilərəm. Amma müəyyən yaşa kimi. Çünki yaş keçdikcə bu peşə bitir. Gözəllik yarışmalarında nə qələbə qazandırır? Məncə karizma. Çox da gözəl olmayan bir qız özünü elə tərəfdən göstərə bilər ki, başqaları ona heyran ola bilər. Показать себя так, что другие будут восхищаться ей. Salam Azerbaijan. My name is Selenci and I'm representing Mongolia. Mənim 22 yaşım var və mən beynəlxalq gözəllik və model festivalında iştirak etdiyimə görə çox şadam. Mənim hobbim çoxdur. Model kimi çalışmağı, gözəl insanları və kitab oxumağı çox sevirəm və həyatımın xoşbəxt anlarından zövq alıram. Gözəllik yarışmalarında nə qələbə qazandırır? Mən düşünürəm ki, ağıl insanı gözəlləşdirir. Ağıl və gözəl sima mükəmməl bir qadın yaradır. Düşünürəm ki, ağıllı və gözəl qız qalib gələcək və burada gözəl qızlar çoxdular. Perfect person. Çində olarkən bu ölkənin gənclərinin həyat tərzi, məişəti və maraqları ilə yaxından tanış olduq. Sən demə, Çində kişilər 20, qadınlar isə 22 yaşda rəsmi nikaha daxil ola bilərlər. Bu, əhalinin sayının artmasının qarşısını almaq üçün atılan addımlardan biridir. Eyni zamanda Çin abortlara qadağa qoymayan ölkələr siyasındadır. Hamilə qadınlara körpənin cinsi barədə məlumat vermək isə yasaqdır. Bununla belə Çin əhalisinin illik artımı 17 milyon təşkil edir. Ailələrdə birdən artıq dünyaya uşaq gətirmək üçün cərimə ödəmək lazım gəlir. Yalnız az saylı xalqlara və ilk uşağı xəstə olan ailələrə istisna güzəştlər edilir. Çin dövlətinin dili mandarin dilidir. Bu dil dünyanın ən çox danışılan dilidir. Bu dildə iroqriflərin sayı 50 mindən artıqdır. 11 illik təhsil zamanı onun yalnız yarısını, 25 minini öyrənmək mümkün olur. Amma Çində yazıb oxumağı bacarmayan insanların sayı həddən artıq çoxdur və Çin dövləti kütləvi savadsızlığın qarşısını almaq üçün əlindən gələni edir. Çünki müasir zamanəmiz intellekt zamanəsidir. Zamanəmizdə olduğu kimi elə gözəllik müsabiqələrində də intellektin əhəmiyyəti çox böyükdür. Bir sözlə artıq ağılsız gözəllərin zamanı ötən əsrdə qalıb. İndi müsabiqələrdə gözəlliklə yanaşı intellekt və ağıl da yarışır. Ona görə ki, müsabiqədən sonra qalibin müqavilə bağlayıb siması olacağı firmalar və şirkətlər üçün intellektin əhəmiyyəti var. Heç bir məşhur marka öz məhsulunun reklamı üçün küt və ağılsız gözəllik sima olaraq seçməyəcək. Ona görə də jüri gözəlin intellektual və ağıllı olmasında maraqlıdır. Əgər diqqət yetirmisinizsə, adətən gözəllik müsabiqələrinin qalibləri universitet tələbələri və ya məzunları olurlar. İştirakçılar özlərini təqdim edərkən harda təhsil aldıqlarını xüsusi qürur və pafosla vurğulayırlar. Salam Azerbaycan. Məni adım Mariya Şinkarçuk. Mənim 20 yaşım var, 2 universitetdə oxumuşam. Mən beynəlxalq gözəllik və model festivalında Ukraynanı təmsil edirəm. Uzun zamandır ki, model biznesindəyəm və bu səbəbdən mənim üçün burada olmaq asandır. Müsabiqələrdə iştirak etmək mənə özümə arxayınlıq hissi verib. Gözəl olduğunu və sənə layiqli qiymətin verildiyini hiss etmək çox xoşdur. Mən düşünürəm ki, müsabiqənin qalibinin təkcə gözəl deyil, həm də ağıllı olması əsas şərtdir və əlbəttə ki, gözəl xasiyyətli və səbirli olmalıdır. Mən özümü yaxşı göstərmək üçün əlimdən gələni edəcəm. Чтобы показать себя с лучшей стороны. Hello, Azerbaijan. My name is Crystal Bethel. I'm representing the Bahamas. I'm 24 years old. Mənim 24 yaşım var. Öz vətənimdə model və aktrisayam. Bahamadakı gözəllik yarışmalarında 2 titulum var. Bahamanın top modeli və Miss Bahama. Hobbilərim modellik, aktrisalıq, kitab oxumaq və idmandır. Məncə Çin gözəl ölkədir. Burada bazarlıq etmək istədim. Çini çox sevdim. I'm enjoying China so far. Salho. Mwah. Salam Azerbaijan. My name is April Love Jordan. I'm from the Philippines. Mənim 21 yaşım var. Turizm və menecment